Tohid evinin yanında İbrahim'in ayağının izini koyup. Tohid evinin Kəbənin kənarında. Şirk idisi o ayak izinin orada ne işi var? Bismillahirrahmanirrahim. 6-7 ildir danışmaq istədiyim bir mühüm mövzu var ki, Uca Allahın izni ilə həmin o mövzuya toxunmaq istəyirəm. O da Kəbə məscidində olan İbrahim Peyğəmbərin məqamı, İbrahim Peyğəmbərin ayaq izi haqdadır. Çünki bəziləri İbrahim məqamından pir mənası çıxararaq pirlərdə namaz qılmağa, oralardan şəfa istəməyə çağırırlar. Beləliklə də İslamda ən böyük günah olan şirkə çağırmış olurlar. Halbuki İslam dini bizə yalnız dua edərək şəfanı birbaşa Allahdan istəməyi əmr edir və Allahdan qeyrilərinə dua edərək onları qeybdən köməyə çağırmağı şirk adlandırır. İlk olaraq məqam-ı İbrahim nə deməkdir, onu açıqlayım. Məqam insanın durduğu yer deməkdir. Məqam-ı İbrahim, İbrahimin durduğu yer deməkdir. Uca Allah İbrahim Peyğəmbər haqda deyir: İnnə İbrahimə ləəvvahun həlim. Həqiqətən İbrahim Allaha çox yalvaran, həlim, yəni yumşaq xasiyyətli idi. Allah qarşısında ürəyi yumşaq və həlimli olan İbrahim aleyhisselam üçün sanki daş da yumşalmış və ayaq izi o daşın üzərində qalmışdır. Uca Allah məqam-ı İbrahim haqda buyurur: وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِلنَّاسِ وَأَمْنًا وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى وَعَهِدْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ أَنْ طَهِّرَ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْعَاكِفِينَ وَالرُّكَّعِ السُّجُودِ. Biz evi, Kəbəni insanlar üçün savab qazanmaq və əminamanlıq yeri etdik. Siz də İbrahimin durduğu yeri namazgah edin, dedik. İbrahimə və İsmailə də evimi təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə edənlər üçün bütlərdən təmizləyin deyə tövsiyə etdik. Yəni siz bugün Kəbəyə baxdığınız zaman orada xüsusi, fərqli bir inşaat və yaxud da bir tikintinin olduğunu heç kim deyə bilməz, iddia edə bilməz. Çünki adi bir dörd bucaqlı şəklində, bəzən də buna kvadrat formatında olduğunu da qeyd edirlər. Daşların üzərinə qoyulmuş bir tikilidir, inşaatdır. Yəni buranın bir özəlliyi, xüsusiyyəti yoxdur. Yoxsa oranın xüsusi müqəddəsliyi anlayışı yoxdur. Yəni mən ora gedib gələnlərə və yaxud da özüm də orada olduğum zaman onu soruşmuşam. Bura sənə nə verdi? Yəni bu idi min məqsəd. Yerindən duran bugün müəyyən qədər pul yığdın, getdin, orada sən nə edirsən axı? Orada sən bütün günü Kəbənin ətrafında fırlanırsan, ehramda olursan, təvaf edirsən, Kəbəyə baxmaqla daha çox savab qazanacağını düşünürsən, orada qılınan namazın 100 min dəfə digər namazlardan üstün olduğunu fikirləşirsən. Elşad Miri kimi yolunu azmışlar isə deyir ki, Kəbə daşdan ibarətdir, ora getməyin əhəmiyyəti yoxdur. Uca Allah isə deyir, biz Kəbəni məsəbətən linnəs, insanlar üçün savab qazanmaq yeri etdik. Semi'allahu limen hamida. Rabbena ve lekel hamd. Allahu akbar. Allahu akbar. Həmçinin Uca Allah buyurur ki, Fihi ayətun beyinətun məqamu İbrahim. Orada aydın nişanələr İbrahimin məqamı vardır. İbrahim Peyğəmbərin daş üzərində ayaq izinin qalması, möhkəm süxurlardan ibarət Məkkədə çox təmiz və pak zəmzəm suyunu çıxartması, orada qeyri-adi tərkibə malik qara daşın və s. olması həqiqətən də Allahın möcüzələrindən, nişanələrindən. Digər ayədə isə Uca Allah buyurur: وَأَذِّنْ فِي النَّاسِ بِالْحَجِّ يَأْتُوكَ رِجَالًا وَعَلَى كُلِّ ضَامِرٍ يَأْتِينَ مِنْ كُلِّ فَجٍّ عَمِيقٍ. İnsanları həccə çağır ki, onlar sənin yanına istər piyada və istərsə də hər uzaq yoldan yollanan dəvələr üstündə gəlsinlər. Həmin bu həcc etməyə olan çağırışı İbrahim Peyğəmbər məhz bu daşın üstünə çıxaraq çağırmışdır. Böyük Quran təfsiri alimlərindən olan Təbəri nəql edir ki, Allah Teala İbrahimə həccə çağırmağı əmr etdikdə həmin o məqamının üstünə qalxaraq nida etdi. Ey insanlar! Allah sizə həcci fərz etdi. Allahın qədim evini həcc edin. Mübarək ayəyə diqqət etsək, görərik ki,
Uca Allah sənin yanına, sənin çağırışına deyir. Biz də həccə gedərkən həccin əməllərindən biri olan Kəbənin ətrafını 7 dəfə təvaf etdikdən sonra İbrahim Peyğəmbərin ayaq izinin yanında durub namaz qılmaqla sanki onun çağırışını qəbul edərək onun yanına gəlmiş kimi olur. Tövratda da İbrahim Peyğəmbərin və oğlu İsmail Peyğəmbərin Məkkə ilə bağlılığına aid bir çox statlar var. Peyğəmbərlərin atası olan İbrahim Peyğəmbərin bu məqamını, ayaq izini qorumaqla sanki biz onun ayaq izi ilə, addımları ilə, yolu ilə getdiyimizi bildirmiş oluruq. Allah mən bunu keçmişdə də demişəm, gətirib Kəbə evinin qırağında pir yaradıb, pir. Pirlərə inanmaq hardan çıxıb? Heç nə. Məqam İbrahim pirdir, pir. İbrahim Peyğəmbərin məqamıdır. Pir necə olur? Allah gətirib onu Kəbənin qırağına qoyub. Mən də deyirəm ki, Allah niyə deyir ki, İbrahim məqamının arxasında namaz qılın? Neçə dəfə bunu demişəm, həzdə olanlar görüb. İbrahim məqamını Kəbədən çıxart, apar bir yerə qoydun bu İbrahim məqamı. Nə deyərsən adını? Deyir, pirdir də bura. Elə deyil, pir də ziyarətgahdır. İbrahim əleyhissalamın ayağı. Məqam-ı İbrahimə pir adı verib, şirk ocaqlarına bəraət qazandırmaq isə çox absurd məsələdir. Əgər bir kəs məqam-ı İbrahimə qiyas edərək digər yerlərdə pirlər, ocaqlar tikmək olar deyirsə, o zaman Məkkədən digər yerdə Kəbə, Arafat, ümumilikdə isə həcc yeri də tikmək olar deməlidir. Məgər dinimiz məqam-ı İbrahimə dua edib, ruzi, şəfa istəməyə icazə verirmi? Halbuki təəssüflər olsun ki, bu kimi səhv və xurafat sözlərə görə bəzi avamlar həmin bu pirlərdən şəfa istəyirlər, ruzi istəyirlər. Ya İmam Hüseyin, ev isteyen var. Ya İmam Hüseyin, evi olmayanlara ev nasip et yine. Ya İmam Hüseyin, evlat isteyene evlat nasip et yine. Ya İmam Hüseyin, evlat arasında olanlara evlat nasip et yine. Mənə tapşırırlar, evlatları yoxdur, onlara kömək olur. Uca Allah buyurur: وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ. Qullarım məni səndən soruşduqda mən onlara yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola yetişsinlər. Hüseyin, sənə and veririk Anon Zəhraya. Bir də bizim evlərə nəzər elə. Bir də mənim balama nəzər elə. Bir də bax o yataqda yatan xəstəyə nəzər elə. Hüseyin, bir dənə nəzər elə günahkar canımıza. Hüseyin, nəzər elə bizə. Həmçinin buyurur: İnne valiyyallahu-llezi nezzelel kitabe ve huve yetevelles salihin. وَالَّذِينَ تَدْعُونَ مِنْ دُونِهِ لَا يَسْتَطِيعُونَ نَصْرَكُمْ وَلَا أَنفُسَهُمْ يَنْصُرُونَ. Şübhəsiz ki, mənim hamim kitabı, Quranı nazil edən Allahdır. O, əməli salihlərə himayədarlıq edər. Sizin ondan başqa dua etdikləriniz isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər. Mən o gün oxudum müştəhidlərdən birinin haqqında. Deyirdim, mənim mühüm dərdim olsaydı xanım Zəhraya deyərdim. Hərdən Əhl-i Beytə deyərdim, başqa məsələn imama deyərdim. Görsəydim gecikərdi, tez xanım Zəhraya deyərdim. Xanım Zəhra da gecikmir. Həmçinin Uca Allah buyurur ki: وَإِذَا ذُكِرَ اللّٰهُ وَحْدَهُ اشْمَأَزَّتْ قُلُوبُ الَّذ۪ينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَإِذَا ذُكِرَ الَّذ۪ينَ مِنْ دُونِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ. Allah tək olaraq anıldığı zaman ahirətə inanmayanların qəlbləri nifrətlə dolar. Ondan, Allahdan başqaları yad edildiği zaman isə onları dərhal sevinc bürüyər. Ona görə də bəziləri vardır ki, yalnız Uca Allaha dua et, ondan əlat kömək istə, şəfa istə, ruzi istə deyən zaman sənə nifrət edir və cürbəcür adlar qoyurlar. Lakin Uca Allahdan qeyrilərini, peyğəmbərləri, imamları, ölmüş salih insanları, pirləri, ocaqları Uca Allaha şərik qoşaraq onlara dua edəndə isə onları sevinç bürüyür. Ya Həzrət Əbülfəzl Abbas əleyhissalam, bizi razı salanın əməlini dəyərləndir. Bizə zülm edənə zülm et. Sənin məhkəməyə şikayət edirik. Ya Həzrət Əbülfəzl Abbas əleyhissalam, bu məhzun cəmaata kömək ol. Həzrət Əbülfəzl Abbas əleyhissalama sığınır. Ya cəmaat Həzrət Əbülfəzl Abbas əleyhissalamı sığınır. Əziz xalqımız, əgər biz Qurana inanırıqsa, gəlin yalnız duamızı
bütün məxluqatın yaradıcısı olan uca Allaha yönəldəyin və yalnız ondan axirətimizi istəyəyin, yalnız ondan ruzi və şəfa diləyəyin.